Əsas ziyarətgahlardan biri sayılan möminlərin əmiri Həzrət İmam Əli əleyhissalamın İraqda, Kufədə yaşadığı evdir. Hal-hazırda kümbəsini görürük, qapının girişidir. İçəri girəndə də baxacağıq, otaqlar necə balacadır. Və inşallah seyrəkçilikdə içəridə bir-bir göstərəcəyik. İmam Həsənin otağı, İmam Hüseynin otağı, Həzrət Əlinin qüsul kəfən edildiyi yer və s. Hamısı içəridə. Və bu yer ki var, baxın, hasarın obursuzdur. İndi heç nə yoxdur. Orada durub cəmaat günü bu günə kimi oradan lənət oxuyurlar. Kimə? İbn Ziyada. İbn Ziyadın ki, İmam Hüseynin qətlinə fərman verilən yer, sarayın özü burada yerləşib, hasarın obursuzunda. Ondan sonra ki, Muxtar onların, İmam Hüseyin ağanın Kərbəla şəhidlərinin intiqamını alır və ondan sonra Muxtarı da şəhid edirlər ki, cənazə birazdan qəbrini ziyarət edəcəyik. Təzdəndən keçir yenə lənətullahların əlinə. Və saray vaxtı ilə illər keçdikcə yerli dibli sökülür. Allah Teala Əhl-i Beytin düşmənlərinə lənət eləsin. Allah bizim ziyarətlərimizi ağır dərəcədə qəbul eləsin. İnşallah yaxın saatlara bir neçə yeri Kufə məsəlində ziyarət edib, daxil olacaq İmam Əlinin şəhəri Nəcəfə. Allah qoysa orada da geniş məlumat veriləcək. İmam Əlidən əlavə 4 peyğəmbər də ziyarət olunacaq.